Yazasız. Sağ olun, getdik. Sizi də xoş gördük. Özünüzü təqdim eləyin. Mən Ərkvan Masallı Futbol Klubunun rəhbəri olaraq Ramil Həsənov, Beyləqan şəhərinin Qəhrəmanlı qəsəbəsində şəhidimizin qardaşının toy məclisidir. Allah xoşbəxt eləsin. Allah şəhidimizin arasında xeyir versin, şəhidimizin xeyir versin. Allah bu toy mübarək etsin. Həmcə bu həyata toya xeyrə gələk inşallah. Onu dünən də qeyd elədim, bugün də qeyd edirəm ki, əslən Masaldandır, Masal rayonundandır və sevə-sevə ən çox getdiyim bölgələrdən biridir. Bəli, əsliniz kökünüz oradandır, Masaldandır. Nə xoş ki. Və bir nəfər də var. Sizi də xoş gördük. Çox sağ olun, söz verdiyinizə görə. Zamiq də adım, Masallı rayon Ərkvan qəsəbə sakiniyəm. Abdullah Ramazanoğlu'nun həm bacısı oğluyam, həm iş görəniyəm. Daim müəyyən səbəblərdən ölkədə olmadığı üstün gələ bilmədiyinə görə bizim borcumuzdur. Bütün şəhid ailələri toyunda, xeyir işlərində, müəyyən işlərində iştirak eləmək borcumuzdur. Dayımızın adından, öz adımızdan, kollektivimiz adından Allah xoşbəxt eləsin bu gəncləri. Elə bu həyat həmişə xeyir işə gələk. Əsas odur ki, borcumuzu çalışaq dəyəri yerinə yetirək. Minnətdaram hər şeyə görə. Çox sağ olun. Xoş günlərdə. Canım mənim, bunlar mənim dəyərim, mən bölgəyə bölmürəm. Amma mən Masallıdan olduğum Masallıdanam. Bunlar da mənim əzizlərimdir, dəyərlərimdir. Çünki yerlərimdir. Çünki bunlar mənim şəhidimin ad günündə oradan elə bir gözəl gəldilər ki, bir yaralı ananın ürəyini bir belə elədilər. Bir də Abdullah müəllimə buradan təşəkkür eləyirəm ki, çox sağ olsun. Bir ananın ürəyindən keçən arzunu yerinə yetirdi. Gəbə var idi, şəhidimin şəkili. Həmişə o gəbəni mən şeydə görəndə telefonda deyirdim ilahə, bundan mənim balama nətər mən düzəltdirim. O gəbə Allah mənim dilimdən çıxıb, ürəyimdən çıxdı. Elimə Obama göndərdi səsimi. Heç onun məndən xəbəri yox idi, mən onu arzulamışdım. O gəldi mənim evimə, indi balamın bəy otağındadır. Oradan ona bir ana kimi təşəkkür edirəm. Sizlərə təşəkkür edirəm ki, bu qapıya gəldiniz. Allah sizləri var eləsin. Allah canınızı sağ olun ki, hər bir anda şəhid ailəsinin, şəhid ailələrinin yanındasınız. Onlar yaralıdır. Onlara nə lazımdır? Var dövlət lazım deyil, mülk lazım deyil. Onlara təsəlli lazımdır. O xoş günlərində yanında olursa, o mənəvi dəstək var, o lazımdır və çox sağ olun. Hər birinizə təşəkkürümü bildirəm Banu verilişi olaraq da. Həmişə də var olun. Xoş. Sizləri izləyirik. Allah Azərbaycanımızı qorusun. Allah Taala sizləri qorusun. Həqiqətən də Spes kanalı daima biz izləyirik. Yəni bütün respublikamızda bütün televiziya minnətdarlıq edirəm. Əsasən sizin verilişinizi izləyirəm. Ərkvan Masallı Futbol Klubu rəhbəri olaraq, həm də baş məşqçisi Ramil Həsənov olaraq daima biz Ərkvan Futbol Klubu, Ərkvan Transport şirkəti bütün şəhid valideynlərin yanındayıq. Ölənə qədər də yanında olmağı borcumuzdur. Sağ olun, minnətdarım. Dəyərli qardaşlarım, çox sağ olun. Beyləqan toyunda